Şəmkir rayonunda 3-cü ildir ki, Polkovnik Cahangir Rüstəmovun xatirəsini anmaq məqsədi ilə onun məzarı başına toplaşırıq və indən sonra da bu hər anım günündə belə davam edəcək. Hansı ki, bu tədbir Şəmkirdə bir birlik mahiyyəti daşımalıdır. Bizim üçün bir birlik anlamında fikrimizdə bir yer tutmalıdır. Çünki Polkovnik Cahangir Rüstəmovun ölümü bəzi düşmənlər üçün düşünülə bilər ki, yəni Azərbaycanın hərbi düşüncəsi, hərbi birliyi, hərbi strukturu dağıdıla bilər. Onlar pərən-pərən düşə bilərlər. Amma bu bizim üçün bir birlik günü olmalıdır. Və bugün bizim burada toplaşmağımız onu göstərir ki, bugün biz birik, bir yerdəyik, xüsusilə onun döyüş yoldaşları, zabitlər. Bu tədbirin də təşkil olunmasında xüsusilə mən qeyd eləməliyəm. 861 sayılı alayın silahlanma üzrə komandiri müavini Dilqəm Əliyevin xüsusi rolu var. 3 il əvvəl biz onunla bu tədbirin təşkil olunması ilə bağlı söhbət edərkən bu tədbirin belə deyək də davamlı olaraq getməsi üçün, hansı ki, bugün 3-cü il biz davam edirik bu tədbiri. İlkin məqamda Dilqəm müəllimlə hazırlamışdıq bu tədbirin belə davam etməsini. Cahangir Rüstəmovun Azərbaycan tarixində xidməti, rolu nədən ibarətdir? Qeyd etməliyik ki, 91-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra yerli özünü hərbi müdafiə batalyonları yaradılırdı və Dilqəm müəllimin də qeyd etdiyi kimi sonradan bu alaya çevrildi. Şəmkirdə də özünü müdafiə alayının qurucusu Polkovnik Cahangir Rüstəmov olubdu. Bildiyimiz kimi o dövrdə bizim hərbi arsenalımız, silah ehtiyatımız çox zəif idi. SSR-dən ayrılmağımız təbii ki, bizim silah ehtiyatımızın zəif, az olmasını, bəli, əlbəttə ki, az olmasına gətirib çıxartmışdı. Və bu səbəbdən də bizim ləyaqətli oğlanlarımız, qəhrəman insanlarımız, vətən qeyrəti seçən insanlar özləri öz iradələrini ortaya qoyaraq Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinə qalxdılar. Onların da Şəmkirdə başında Polkovnik Cahangir Rüstəmov gəlirdi. O bildiyimiz kimi Şəmkirdə yerləşən Şəmkir aerodromunda xidmət keçirdi və xüsusilə də oranın daxili içəridə olan zabitlər, orada olan gizirlər Polkovnik Cahangir Rüstəmovla əlaqədə idilər. Həm çöldə özünü müdafiə alayı, həmçinin hərbi hissənin, hansı ki, aerodromun içərisində olan gizirlərlə onun əlaqəsi sonraki mərhələdə 1992-ci ilin may-iyun aylarında Şəmkir aerodromunun düzgün şəkildə tərksilah olunmasına, Ruslardan tərksilah olunmasına gətirib çıxardı. Şəmkir bildiyimiz kimi Azərbaycan tarixində çox əhəmiyyətli yeri olan bir rayondur. 1918-ci ilin yanvar ayında da Şamxor stansiyası adlandırıldı həmin dövrdə. Həmin stansiyada da biz Rusları tərksilah eləmişdik. Tarixin davamı olaraq Polkovnik Cahangir Rüstəmovun rəhbərliyi altında da biz Zəyəm aerodromunda Rusları tərksilah etmişdik. Bu Şəmkir üçün bir şərəfli bir tarixi bir an kimi qeyd edilməlidir və bizim xüsusilə qeyd edirəm bunu. Cahangir Rüstəmovun önəmi Azərbaycan tarixində dəyəri ondan ibarətdir ki, ağır günlərdə heç kəsin Ruslara qarşı cəsarət edə bilməyəcəyi bir məqamda o Ruslara qarşı cəsarət nümayiş elətdirdi, onların tərksilah olunmasına nail olundu. Təsəvvür edin ki, həmin hadisə zamanı, tərksilah hadisəsi zamanı Azərbaycan Müdafiə Naziri Rəhəm Qaziyev də həmin hərbi hissəyə gəlmişdi. O Ruslarla söhbət edəndə cəsarət edib onlara qarşı bir söz demək, mövqe ifadə eləmək, ona cəsarət toplaya bilmirdi. Amma Cahangir Rüstəmov sosial şəbəkədə də görmüş olarsınız o videolarda. Onlara qarşı necə bir cəsarət nümayiş elətdirir. Yəni, yenə də qeyd edirəm, Cahangir Rüstəmovun həmin o Azərbaycanın ağır dönəmində qoyduğu mövqe onun bugünkü Azərbaycan tarixindəki dəyərini, önəmini, yerini müəyyən edir. Həmçinin qeyd etməliyik, Polkovnik Cahangir Rüstəmovun Qərb regionunun ərazi bütövlüyünü bizim ümumilikdə götürdük. Xüsusilə Qərb regionunun təhlükəsizliyinin təmin olunmasında, ümumi Azərbaycan ərazi bütövlüyünün təmin olunmasında xüsusi xidmətləri var, müdafiəsinin təşkil olunmasında. Dilqəm komutanında qeyd etdiyi kimi 1992-ci ilin avqust ayında 861 sayılı alay Gədəbəyə qalxdıqdan sonra bir neçə gün sonra Mutadərənin, Qasamağalı kəndlərinin işğala məruz qalmışdı. Onlardan düşmənlərdən geri alınması və həmçinin Başkət anklavının 1992-ci ilin 8 avqust tarixində ermənilərdən geri alınması və Azərbaycanın Gədəbəy istiqamətində ərazi bütövlüyünün təmin olunmasına nail olunmuşdur. Həmçinin Polkovnik Cahangir Rüstəmovun rəhbərliyi altında Gədəbəy istiqamətində bir neçə döyüş əməliyyatları həyata keçirilmişdi.
Şəmirli, Keçəldağ, Perevel əməliyyatı və bütün hərbi əməliyyatların hamısı uğurla başa çatdırılmışdır. Bu onu göstərir ki, polkovnik Cahangir Rüstəmov düzgün taktika müəyyən edə bilən, hərbi strategiyanı bilən, öz əskərlərinə qarşı, zabitlərə qarşı mövqe, onların belə deyək də, istiqamətlənməsi, döyüşə aparması üçün böyük rol oynamışdır. Yenə də qeyd edirəm, Cahangir Rüstəmov Azərbaycan tarixi üçün çox əhəmiyyətlidir, çox dəyərlidir, əzizdir. Onun xatirəsini bir daha hörmət və sevgi ilə anıram. Düşünürəm ki, bundan sonra növbəti illərdə də yenə də onun xatirəsi unudulmayacaq. Yenə də 28 mart tarixində biz yenə də onun məzarı başına toplaşacağıq. Onun əziz xatirəsini anacağıq. Diqqətiniz üçün təşəkkür edirəm. İcazə versəz, indi sözü verəm Yaşar müəllim.